Bəzən belə bir sual yaranır ki, niyə görə İslam dinində kafir, nəcis və murdar olaraq qəbul olunur? Məgər kafir insan deyilmi? Yəni sizin insanlara baxışınız onların nəcis və murdar olmasıdır. Məsələ bundan ibarətdir ki, ümumən kafirlik və eyni zamanda nəcislik İslami bir termindir, anlayışdır. Ona görə bu anlayışlar açıq-aydın müzakirə olunmalıdır. Kafir o şəxsə deyilir ki, Allahı və Allahın göstərişlərini inkar etsin, qəbul etməsin və onlarla mübarizə aparsın. Nəcis və murdar o şəxsə deyilir və yaxud o şeyə deyilir ki, bir müsəlman həmən şeylə üzləşərkən müəyyən məsələlərə riayət etsin. Buna əsasən İslam insana kafir demir. O şəxs ki, bu küfür məqamına çatıb ona kafir deyir və kafiri nəcis olaraq qəbul edilir. Sadə bir misal deyim. Məsələn, biz insana qatil deyirik. Hansı insana qatil deyilir? O insana ki, cinayət törətsin, başqa bir şəxsi öldürsün. İndi bir şəxs deyə bilər ki, sən niyə görə insana qatil deyirsən? Axı o insandır, onun yaradılışı insan olaraq yaradılmışdır. Niyə sən ona bu mənfi adı verirsən? Təbii olaraq cavab aydındır. Çünki o bu cinayəti törətdiyi üçün bu ada layiqdir. Ona qatil deyilir və onun müəyyən bir cəzası var. Eyni ilə İslamda da müəyyən bir şəxs əgər Allahı və Allahın göstərişlərini inkar edərsə, o kafir adlanır və müsəlmanlar onunla müəyyən bir məsələlərdə əməli olaraq müəyyən çərçivədə əməl etməlidirlər. Bəli, Allah Teala hər bir insanı yaradılış etibarı ilə pak yaradır. Demək, bu insan da özünü qatil sifəti ilə təqdim edir, kafir sifəti ilə təqdim edir. İnsan yaradılış etibarı ilə pakdır, təmizdir. Amma əgər o özü öz ixtiyarı ilə bu kafirlik məqamını seçərsə və yaxud qətl törədərsə, heç şübhəsiz həm insanın ağlı, həm dini göstərişlər ona müəyyən bir adlar, müəyyən bir qaydalar qoşur ki, bu da həm ağlın qəbul etdiyi bir məsələdir, həm də vicdanın qəbul etdiyi bir məsələdir.